Son zamanlarda yüksək tələbatın olduğu Monqolistan quzusundan biz də sifariş etdik. Seçimimiz halal meat Baku oldu. Onu deyim ki, halal sertifikatlı məhsullardır. Rahatlıqla sifariş edə bilərsiniz. Monqolistandan birbaşa Bakıya gətirilir. Ən münasib qiymətdə halal meat Bakudadır. Biz 9 kiloqramlıq quzu sifariş etdik. 1 kiloqramı 11 manat 50 qəpikdir. Həqiqətən ən münasib qiymət buradadır. Quzu dondurulmuş vəziyyətdə çatdırılır. Bakı üzrə olduqca sürətli çatdırılma edirlər. Topdan və pərakəndə satış mövcuddur. Restoranlar, marketlər və ailələr üçün ideal seçimdir. Quzunun kəsimini etdik. 2 cür yemək, sobada bastırma kabab və yarpaq dolması hazırladıq. İlk olaraq sobada bastırma kababın hazırlanmasını sizinlə bölüşürəm. Əti soğan, duz və istiotla bastırma etdik. Bir gecə saxladıqdan sonra ətləri soba torbasına yığdıq və sobada 30 dəqiqə bişirdik. Və hazırdır. Soğan və göyərti ilə servis etdik. Həqiqətən çox ləzzətli alınır. Mütləq sınayın. Hələ bu Monqol quzusu ilə daha da dadlı alındı. İnanın səmimiyyətimə, bilirsiniz ki, quzu ətinin spesifik bir qoxusu olur. Hansı ki, mən o qoxunu heç sevmirəm. Amma bu quzuda o spesifik qoxu demək olar ki, yox idi. Əksinə, özünə xas gözəl qoxusu var idi. Ət olduqca yumşaqdır. İkinci yeməyimiz isə qeyd etdiyim kimi yarpaq dolmasıdır. Əti ət maşınından keçirəndən sonra soğan, keşniş, şüyüd, təzə nanə, düyü, duz, istiot və sarkök əlavə edib qarışdırdıq. Üzüm yarpağına büküb qazana düzdük. Üzərinə limon düzüb 1 stəkan su əlavə edib bişirdik. Əlavə heç bir yağdan istifadə etmədik. Ətin öz yağı kifayət etdi. İnanılmaz ləzzətli alındı. Həqiqətən Monqol quzularını almağınızı tövsiyə edirəm. Çox keyfiyyətli və ləzzətli ətdir. Alsanız peşman olmayacaqsınız. Səhifəni sizlər üçün qeyd etdim.